İnvaziv endoskopist ifadəsini son zamanlar çox eşitməyə başlamışıq. İnvaziv endoskopist nədir? Belə bir ixtisas varmı? Endoskopiya əvvəllər sadəcə diaqnostika vasitəsi olaraq istifadə olunurdu. Artıq son zamanlarda endoskopiya ilə müəyyən minimal invaziv müdaxilələr edilə bilir. Polip çıxarıla bilir, qanaxmalara müdaxilə edilə bilir, yəni toxumaya müdaxilə olunur. Buna invaziya deyirik və bu işlə məşğul olan həkimlərə də invaziv endoskopist deyilir. Əslində son zamanlarda belə bir ixtisas olmasa da advanced endoskopi artıq endoskopiyanın yeni sahəsidir ki, daha iləri endoskopik proseduralar, ERCP, endoskopik ultrasəs və bununla yanaşı endoskopik ultrasəsin gətirdiyi müalicəvi yeni əməliyyatlar, endoskopik və kolonoskopik olaraq böyük törəmələrin çıxarılması ilə məşğul olan həkimlər, bunlar advanced endoskopiya ilə məşğul olan həkimlərdir ki, bunlara advanced endoskopist deyilə bilər. Bununla yanaşı bütün endoskopiya ilə məşğul olan və minimal invaziv müdaxilələri, kiçik proseduralar icra edən həkimlərə də invaziv endoskopist adlandırmaq yanlış olmazdır.